Salam hörmətli izləyicilər, Neytral Zonada xoş gəldik. Bu dəfəki mövzumuz Azərbaycanın da ümumiyyətlə olduğu regionla bağlı olacaq və regionda baş verən proseslərlə bağlı olacaq. Biz bilirik ki, artıq Ermənistan-Azərbaycan münasibətləri, Rusiyanın Cənubi Qafqaza təsiri məsələləri var və bundan əlavə İran faktoru var ortalıqda. İran ətrafında ümumiyyətlə ciddi bir proseslərin baş verdiyini şahid oluruq. Faktiki olaraq müəyyən bir zaman öncə, təxminən bir ay öncə iddia olunurdu ki, Amerika və İsrail İrana raket zərbələri və ya havadan zərbələr endirəcək və ən azından İranı sıradan çıxartmağa çalışacaqlar. Daha sonra Amerika ilə biz İran arasında ümumiyyətlə nüvə sazişi ilə bağlı, nüvə məsələsi ilə bağlı ümumiyyətlə bir razılaşmanın və ya danışıqlar prosesinin şahidi olduq. Amma burada bir önəmli bir məsələ var. Önəmli məsələ ondan ibarətdir ki, məsələn, Avropa ölkələri və xüsusilə İsrail elə davranır ki, elə addımlar atmağa çalışır ki, İranı elə bir vəziyyətdə qoymağa çalışır ki, İran sanki heç bir addım ata bilməsin və yaxud da ki, İranın bütün qırmızı xəttləri hamısı sıradan çıxarılsın və İran əslində məsələn, nəinki uranın zənginləşdirilməsi, hətta zənginləşdirilmiş uranın belə İranın əlindən alınması yönündə bir fikirlər səsləndirilir. İran rəsmi olaraq, konkret olaraq bildirir ki, yəni bu onların qırmızı xəttidir və bu məsələdə onlar heç cür fərqli addım atmayacaqlar, fərqli davranmayacaqlar. Ona görə də biz İranın bu məsələdə daha da fərqli hərəkət edəcəyini və geri addım atmayacağını ən azından müşahidə edəcəyik. Belə bir iddia ortaya atılıb ki, sanki İsrail Amerikadan xəbərsiz İrana raket zərbələri endirəcək. Hətta bunun qısa zamanda olacağı iddia olunur. Sual yaranır ortalığa. Ümumiyyətlə İsrail kimi dövlətin, ümumiyyətlə İsrailin varlığı kimə borcludur? İsrailin təhlükəsizliyi kimə borcludur və ümumiyyətlə İsrail Amerikadan xəbərsiz, Amerikadan icazəsiz, Amerika olmadan İsrail hansısa bir addım atarmı? Düşünürəm ki, atmaz. Bu sadəcə olaraq Amerika ilə İsrailin bir oyunudur. Elə bir oyun qurublar ki, sanki İsrail Amerikadan xəbərsiz İrana raket zərbələri endirəcək və İranı hansısa bir formada bu prosesə və yaxud da ki, İranı hansısa formada çalışacaqlar ki, bu məsələdə İranı ən azından neytrallaşdırsınlar və yaxud da ki, İran öz tutduğu xəttdən, öz tutduğu mövqedən geri addım atsın. Düşünürəm ki, İran da bunun fərqindədir və İran heç vaxt bu məsələdə geri addım atmayacaq və İran da əslində bildirir ki, əgər bizə raket zərbələri endirəcəklərsə, biz də bunun qarşılığını verəcəyik. Yəni, faktiki olaraq biz bəzən elə düşünürük ki, məsələn, İranlı hər kəsin gözünün önündə belə bir fikir formalaşdı ki, yaxın şərqdəki baş verən proseslər bitdi, amma biz məlum oldu ki, yaxın şərqdə əslində daha fərqli proseslər gedir. Və yaxud da ki, əslində, məsələn, Rusiya-Ukrayna müharibəsi bitəcək dedilər, əslində müharibə daha genişlənir və müharibə daha sərt ümumiyyətlə forma almağa başlayır və yaxud da ki, digər münaqişə ocaqları ilə bağlı. Yəni, ona görə də düşünürəm ki, Amerika və İsrail arasında İran arasında baş verən proseslər və İsrail-İran arasında baş verən proseslər sadəcə olaraq bir hazırlıq prosesidir. Və əgər Amerika və İsrail özlərini tamamilə hazır hesab eləsələr, İrana raket zərbələri endirə biləcəklər və biz bunun ən azından şahidi ola biləcəyik. Sadəcə olaraq indiki mərhələdə ən azından onlar prosesə hazır olmağa çalışırlar. Digər tərəfdən, məsələn, Hindistan-Pakistan münaqişəsi ilə bağlı artıq son günlər belə bir fikir formalaşıb və hətta Hindistan tərəfi də rəsmi olaraq artıq bildirdi ki, Hindistan əvvəlki, yəni əməliyyatlardan öncəki dönəmə qayıdır, ən azından ordunu dislokasiya yerinə çəkir və bu da onu göstərir ki, Hindistanla Pakistan arasında toqquşma baş tutmayacaq. Əslində, Hindistanla Pakistan arasında toqquşmanın baş tutmaması, ümumiyyətlə o regionda gərginliyin azalması Hindistanın əl-qolunu bir qədər açacaq və Hindistan təbii ki, bizim regionda, çünki Hindistan faktiki olaraq İran, Fransa və Hindistan arasında münasibətlər, bundan əlavə Hindistanın Ermənistana silah satışı məsələsi var və məsələn biz onun şahidiyik ki, Hindistan dünyanın 90-dan çox ölkəsinə silah satır, amma Hindistanın ən böyük silah alıcısı Ermənistandır və Hindistan həm də bildirir ki, Azərbaycan və Türkiyəni Ermənistanı silahlandırmaqla cəzalandıracaqlar. Yəni və digər məsələlərdə artıq beynəlxalq hüququn, beynəlxalq münasibətlərin
biz həm də tamamilə sıradan çıxdığının şahidi oluruq. Misal üçün adi Qazaxıstan prezidenti konkret olaraq bildirdi ki, BMT-nin ümumiyyətlə BMT-nin 5 dövlət, yəni BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən gedir söhbət. 5 dövlət dünyada baş verən bütün hər bir şeyə qərar verə bilməz və əslində o daimi üzvlərin sayının artırılması yönündə ən azından addımlar atıla bilər. Hesab eləyirəm ki, artıq nəinki böyük dövlətlər, həm də artıq kiçik dövlətlər də dünyada baş verən prosesləri, ümumiyyətlə dünyanın və beynəlxalq aləmin ümumiyyətlə vəziyyəti ilə bağlı konkret olaraq razı deyirlər, baş verənlərdən razı deyirlər və onlar artıq hər kəs narazı olduğunu dilə gətirir və biz də bunun bizim regionla bağlı da bu məsələlər ən azından masadadır və hesab eləyirəm ki, bu regionda da ümumiyyətlə məsələlər, bu regionda da münasibətlər fərqli formaya gəlib çata bilər və ən azından bu regionda da proses bir hazırlığın içərisindədir. Hesab eləyirəm ki, demirəm böyük bir müharibə olacaq, amma bu regionda müharibə olma ehtimalı son dərəcə yüksək görünür. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.